Bugün oxuduğum möhtəşəm bir kitab haqqında danışacağam. Hər şeydən necə yaxşı olmaq olar. Patfilinin yazdığı möhtəşəm bir kitabdır və həqiqətən də kitabı oxuyub çox bəyəndim və həqiqətən də bunu digər oxuyucuların da həqiqətən də kitabla razılaşdığından mən də həmfikirəm. Yəni kitabda daha çox bir insanın bir bacarıq deyil, bir neçə bacarığa yiyələnə biləcəyi haqqında danışır. İstər fitness olsun, istər mənəviyyat olsun. Hər tərəfli, hər mövzuya toxunmuş gözəl bir kitabdır, yığcam bir kitabdır. Yəni hər mövzuya toxunmasa da şəxsi inkişaf yolunda önəmli mövzulara toxunub və önəmli töhfələr vermiş bir kitabdır. Həqiqətən də şəxsi inkişaf yolunda inkişaf etmək istəyirsənsə, yəni necə deyim, başqa-başqa bacarıqlar, başqa-başqa maraqlara maliksənsə, bu kitab bəlkə də sənin birə-bir rəhbərin ola bilər, əminəm ki. Əlbəttə sponsorluq deyil, sadəcə bəyəndiyim üçün fikrimi söyləyirəm. Kitabda inteqrasiya böyükdür izolyasiya bundan biraz bəhs edir. Yəni bir bacarıqda %100 qabiliyyətli olmaqdansa, bir neçə bacarıqda %80 qabiliyyətli ola bilərsən. Məsələn, özümdən nümunə verim. Məsələn, mən həm fitnesslə məşğul olam, həm piano çalıram, həm YouTube kanalım var, həm 4-cü qrup hazırlaşıram, həm psixoloji haqqda kitablar oxuyuram, həm də arada sırada editorluq edirəm. Görürsən ki, yəni bir-birindən dəxlisiz, bir-birindən bağımsız peşə sahələrdir, ancaq bu sənə gətirəcəkləri də bir çoxdur. Məsələn, tutaq ki, fitness istiqamətində uğur qazanmadın, amma məsələn piano istiqamətində uğur qazandın və ya piano istiqamətində uğur qazanmadım, məsələn editorluq istiqamətində uğur qazandım kimi də ola bilər. Məsələn, eynilə sənə aiddir. Məsələn, sadəcə öz qrupuna hazırlaşmaq məcburiyyətində deyilsən. Əgər universitetdə də oxuyursansa, sadəcə öz ixtisasınla kifayətlənməyə bilərsən. Yəni bir neçə yeni bacarıqlar əldə edə bilərsən. Məsələn, bu piano çalmaq olar, mahnı ifa etmək olar, bəlkə şəkil çəkmək olar, bəlkə nə bilim cizgi roman yazmaq olar. Bu müxtəlif bacarıqlardır, sənə qalmış bir şeydir. Şəxsi inkişaf yolunda da çox önəmli addımlardan biridir həqiqətən də müəyyən bacarıqlara yiyələnmək. Yəni bir bacarıqla kifayətlənməməlisən. Ümumiyyətcə bu kitab həmçində hər şeyi necə tez öyrənmək lazımdır, müəyyən metodikalara, müəyyən taktikalara toxunub. Həmçinin içində sənin üçün məsələn deyirsən bu gün necə başlayacağam məşq planı, bu gün nə edəcəm, bu gün necə meditasiya edəcəm. Sənin üçün nümunə olsun deyə meditasiya məşq planını da özü Patfilin birə-bir yazıb. Həmçinin kitabın sonunda sənə pulsuz bir saytda verir. O saytda məsələn şəxsi inkişaf yolunda fitnesslə bağlı məlumatları yararlana bilərsən və kitabın sonunda da izləyicilər üçün, oxuyucular üçün bir link qoyulub. Bu link vasitəsilə də 101 Kettlebells adlı kitabı oxuya bilərsən. O da məşq üçün, yəni fitnesslə maraqlanırsansa sənə çox faydası olacaq bir kitabdır. Kitabı çox insan bəyənməyib, amma mən çox bəyəndim həqiqətən də. Tam birə-bir gözəl oxunası bir kitabdır. Yəni tək mövzu ilə yetinməyib, bir çox şəxsi inkişafla bağlı mövzuya toxunub. Bunu bu cəhətdən sevdim. Kitabın biraz xarici görünüşü haqqında danışım. Adətimiz üzrə hər zaman danışıram və bu səfər də danışacağam. Kitab belə bildiyiniz yaşlı bəydə ortalama bir şəxsi inkişaf kitabı qədərdir. 240-250 səhifə etibarilədir və ola bilər ki, məsəl üçün bir aya, bir neçə həftəyə, 2-3 həftəyə də kitabı bitirə bilərsən və çox rahat bir şəkildə, əgər gündə 50-60 vərəq oxuyursansa, bəlkə də bir həftəyə kitabı bitirə bilərsən. Çox faydalı, çox gözəl bir kitabdır həqiqətən. Kitabın da qiyməti çox universaldır. 10-11 manat arası dəyişir. İstənilən kitab mağazasından alıb və ya sifariş edə bilərsən. Kitab haqqında bilmirəm, oxumusan, oxumamısan, amma əgər oxumusansa, sənin də fikirlərin varsa, sənin də şərhlərin varsa, şərhlər qismində gözləyirəm. Kitab haqqında sənin də fikirlərin mənə maraqlıdır. Şərhlər qismində bizimlə müzakirə et və ya bəyəndiyin kitablar varsa, məsələn, şəxsi inkişaf mövzusu ilə bağlı, onun da araşdırma videosunu əgər oxumuşamsa, çəkə bilərəm. Kitabda həmçinin müəyyən mövzulara, kitabın sonunda isə daha çox uğur qazanmış, sıfırdan, bəlkə də mənfidən başlamış insanların, uğur qazanmış insanların həyat hekayələrinə də yer verib, bir 20-30 vərəqlik orada bir yer vermədən bəhs edilir və o yer verməni oxuyanda həqiqətən də insan özünü biraz motivasiyada hiss edir ki, bax ki, məsələn, məndən pis vəziyyətdə olan insan gəlib haralara nail olub, haralara çıxıb, deməli, mən də müəyyən qədər uğurlara nail ola bilərəm. Çox uğurlu şəxslərə toxunub, çox uğurlu şəxslərdən həyatlarından bəhs edib və əməkdaşlıqlarını da burada vurğulayıb. Həqiqətən də şəxsi inkişafa yeni başlayan, 2-3 aydır başlayan üçün əla bir kitab ola bilər, oxunası kitablara girər həqiqətən də. Yəni bu kitaba 10 üzərindən 8-9 verərdim həqiqətən də, elə bir kitabdır.
Düzdür, biraz hekayə xarakterli bir kitab olsa da, yəni şəxsi inkişaf yolunda dərs çıxarılacaq bir kitablardan biridir. Həmçinin aralarında pulsuz kitab linkinin olması, e-kitabın olması, həmçinin bir məşq proqramı, bir meditasiya proqramı, bir günlük proqramı verməyi də kitabı ayrı bir özəl qılır həqiqətən də. Bu da onun ayrı xüsusiyyətlərindən biri idi. Kitab haqqında bu günlük bu qədər idi. Müəyyən qədər fikirlərin varsa bizlərlə bölüşə bilərsən. Sağ ol, salamat qal.